Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Sizlərə Xırdalanda çox gözəl bir yerdə, Milyoner məhəlləsi adlanan Yoncalıq ərazidə, quru bir ərazidə, dəyərli izləyicilər, hündür bir ərazidə super bir təkliflə təqdimat edirik. Bu ev həyətin ümumi sahəsi Kupçalıdır. Yəni 3.3 sot torpağın sahəsi var. Evin 2 mərtəbəlidir. 7 daş, birinci mərtəbə kürsülüdür. 240 kvadrat metr sahəyə malikdir. Mərtəbə arası monolit betondur. 4 tərəfi qoşa daşla, cüt daşla tikilib. Yəni belə bir ev demək olar ki, bu ərazidə yoxdur. Burada torpağın belə deyək 1 sotunun qiyməti təqribən 40-45 min manatadır hal-hazırda. Onu da tapmaq mümkün deyil. Evi sizə təqdim edirik. Gözəl bir həyəti var. Həyəti çox genişdir. Rahatlıqla həyətinə bir neçə maşın desəz, yəni sığır. Burada gördüyünüz kimi belə bir zirzəmsi padvalı var. Yəni insan düşdükdə, yəni insan boy verir də, belə deyək də. Və sizə təqdim edirik. Baxın, belə bir kürsülüdür. Birinci mərtəbəni təqdim edək. Çox əla bir təklifdir. Evin 4 tərəfinə də keçmək mümkündür. Kupçalıdır. Birinci mərtəbəni sizə təqdim edirik. Metlaq qranit olan hissələr hamısı istipoldur. Belə bir gördüyünüz kimi metlaq qranitdir. Buranın döşəməsi və mətbəxi. Bu hissədə mətbəxidir. Bu evin özəlliklərindən biri budur ki, yəni mətbəxi birbaşa olaraq həyətə baxır. Yəni evin arxa hissəsinə baxmır. Bu çox plusdur, yəni üstün cəhətdir. Sizin nəzərinizə çatdırar. Gördüyünüz kimi belə bir gözəl mətbəx möbeli, yeni bir evdir. Demək olar ki, bir evdə yaşayış olmamışdır. Burada metlaq qranitdir, istipoldur və sizə təqdim edirik. Digər bir otaqları təqdim edək. Birinci mərtəbədə bir dənə qonaq otağı zalımız var. Sizə təqdim edək. Geniş bir qonaq otağı zaldır. Hər otağın müstəqil pəncərəsi var. Yəni çox geniş bir mənzil. Döşəməsi keyfiyyətli, belə bir laminat döşəmədir. Görürsünüz. Bu mənzildə əşyalar da əlavə olaraq ev sahibindən danışıb ala bilərsiniz. Yeni əşyalardır. Hamısı firmadan alınıb. Yəni əşyalar yenidir, işlənməmişdir demək olar ki. Və mənzilin bizə təqdim edək. Birinci mərtəbədə bir yataq otağı da var. Bu da bir üstünlükdür. Görürsünüz, belə bir yataq otağı var. Buranın müstəqil pəncərəsi var. Ümumilikdə mənzildə 4 yataq otağı var. Və mənzilin 2 sanitar qovşağı var. Biri birinci mərtəbədə yerləşir. Sizə təqdim edirik. Buranın da bütün aksesuarları var. İsti sistemi kombidir. Kombi radiatorun batareyaları təmin olmuşdur. Mənzilin ikinci mərtəbəsinə sizə təqdimat edək. Daxil oluruq ikinci mərtəbəyə. Görürsünüz, pilləkənləri, belə bir gözəl pilləkənləri var. Bu hissədə eyvan var, eyvana çıxış vardır. Və mənzilin yataq otaqlarından bura biridir. Bir yataq otaqdır. Burada da belə bir bahalı mebellər, yeni mebellər qoyulmuşdur. Və mənzilin digər bir yataq otağını sizə təqdim edək. Bura mənzilin digər bir yataq otağıdır. Hər tərəfində yaşayış vardır. Birbaşa olaraq, yəni Bakı-Sumqayıt yoluna çıxmaqda asandır. Yerləşik infrastruktur çox gözəldir, çox əladır və sizə təqdim edirik. Bura digər bir yataq otağıdır. Buranın da normal sahəsi var. Yəni heç biri balaca otaq deyil.